Herkese salam. İndi deyəcəksiniz ki, bu qız nə qədər pintidir, pəncərələri nə gündədir. Amma elə deməyin, çünki bizim pəncərələri silmək bir qədər çətindir. Hələ ikinci mərtəbəni heç demirəm. Və mənim bu vlogu çəkəndən sonraki günü qonaqlarım gələcək. Ona görə bir gün öncədən havanın da yaxşı olmasını nəzərə alaraq başlayıram pəncərələrimi silməyə. Sizcə də bu həqiqətən də belədirmi? Qadınlar ya təmizliyi sevirlər, ya yemək bişirməyi. Yəni ikisindən birini daha çox sevirlər və ikisindən birinə daha çox öncəlik verirlər. Mən özümdə hələ ki tam olaraq tapa bilməmişəm, amma yemək bişirərkən çox zövq alıram. Sanki əsəblərim sakitləşir. Amma bəzi qadınlar var ki, yemək bişirməyi heç sevmirlər, əksinə təmizlik eləməyi ondan daha çox sevirlər. Bəs sizcə də bu belədirmi? Fikrinizi bildirsəniz mənə də çox xoş olar. Görüm sizdə necədir, hansını daha çox sevirsiniz. Bu arada haqlı olaraq düşünə bilərsiniz ki, bu qız yerlər sildiyi dəsmalla mı pəncərələri silir? Təbii ki, elə deyil. Bu dəsmalı sırf pəncərələri silmək üçün ayırmışam, amma mop yerləri sildiyim mopdur. Dəsmalını dəyişirəm, belə mənə rahat olur. Əlim çatmayan yerləri rahatlıqla silə bilirəm. Yuxarı hissələri siləndə sizin üçün çəkə bilmədim, çünki kamera ora çatmırdı. Həyətimiz çox balacadır. Bir neçə ağaclar var. Buradakı meyvə ağaclarını mən əslində tamamilə dekorativ ağaclarla dəyişdirmək istirdim. Amma inanın ki, bar ağaclarımızda o qədər balaca olmasına baxmayaraq həyət o qədər qəşəng meyvələr var ki və üzərində də olur deyə adam qıymır onları ləğv etməyə. Amma görünüş baxımından hər zaman yaşlanan ağaclar təbii ki daha gözəl görünər. Əvvəllər bina evini çox sevsəm də, indi deyirəm yaxşı ki həyət evində yaşayıram. Çünki həqiqətən də həyət evinin rahatçılığı və gözəlliyi deyə bir şey var. Təbii ki, maddi və fiziki çox əziyyət tələb edir. Bunları danmaq olmaz, amma bu gözəlliklərə dəyər. Hələ mən həyətdə tam istədiyim kimi dekor falan heç nə hazırlaya bilməmişəm, tam istədiyim kimi dekor edə bilməmişəm, amma inşallah gələcək zamanda onları da etməyi düşünürəm. Əsasən də çox kiçik bir torpaq ərazi var ki, torpaq yeri var ki, ərazi deməyim, kiçik bir torpaq yeri var ki, həmin yerdə güllər, çiçəklər əkmək istəyirəm. Daha öncə bir neçə dəfə cəhd göstərdim, amma tam yaxşı qulluq etmədiyimə görə aldığım bütün güllər qurudu. İndi düşünürəm ki, artıq bu dəfə hər şeyi tam dəqiq öyrənib daha yaxşı baxacağam. Hər kəsə salam. Demək, səhər-səhər uşaqları apardım, bağçaya qoydum. Günəş buradan necə düşür? Hə, uşaqları apardım, bağçaya qoydum. Müşük gedir işə, dedim oradan da məni elitə qoyarsan. Elit tort ləvazımatlar falan satılan yerdir. Çox qəşəng mağazadır, çox sevirəm. Qonaqlarım gələcək, ona görə hazırlıq eləyirəm. İstəyirəm bir dənə də tort hazırlayam, yuxa tortu olacaq. Orada hazır yuxalar satılır, sizə də göstərəcəm. Məncə maraqlı olar. Başlayaq hazırlıqlarımıza. Bir də yemək olaraq da plov bişirməyi düşünürəm. Bir də toyuq sobada. Görək necə gedir hazırlıqlar. Başlayaq. Bəlkə də çoxunuz tanıyırsınız. Eliti siz tərəfdə də filialları olmuş olar. Hardan izləyirsiniz bilmirəm. Amma burada ədviyyatlarla yanaşı belə şirniyyat üçün lazım olan hər şey var. Uşaqların ad günündə, öz ad günümdə artıq neçənci dəfədir ki, buradan aldığım yuxalarla çox asan bir şəkildə tortları hazırlamışam. Onu da bildirim ki, bəzən olur ki, marketlərdə belə hazır yuxaların tarixi biraz uzun müddətdə olur, gec-gec gəlir və yaxud da iyi gəlir, amma buradakılarda qətiyyən elə bir şeylər olmur. Mən normalda tortlarımda görünüşə önəm verdiyimə görə hazır qaymaqla dekor edirdim və arasında qaymaqla doldururdum. Amma bu dəfə sırf belə ev ab-havalı, ev tortu kimi görünsün istəyirəm və dadı da mənim üçün çox önəmlidir. Ona görə zavarna kremlə hazırladım. Zavarna kremin hazırlanma mərhələsini burada sizə göstərirəm, amma istəsəniz aşağıda açıqlama qismində də sizin üçün buraxaram nə cür hazırladım. Mən nə zaman ki hər şeyi reseptlə hazırlamadım, reseptdən bir damcı kənara çıxdım, həmin şey alınmır. İlk başlarda zavarna kremim çox yaxşı alınır. Mən YouTube-a başlayandan, YouTube çəkməyə başlayandan artıq öz YouTuberlərimizi izləməyə başlamışam və burada öz videoma baxıram. Həqiqətən də öz videolarım bilmirəm sizdə necədir, amma mənim özümə o qədər maraqlı gəlir ki, öz videom bitəndən sonra keçirəm Aykanın videosuna. Mən illər öncə YouTube videolarını izləməyi çox sevirdim. Hələ Duyğu Özaslanın vaxtında, YouTube çəkən vaxtlarında daha doğrusu. Onun YouTube videolarına çox baxırdım. Sonra Instagram çıxdı, TikTok çıxdı. Mən artıq YouTube izləməyə buraxdım. Amma indi yenidən başlamışam izləməyə. Bir neçə Azərbaycanlı YouTuberlər var ki, onları izləyirəm. Aykanın videoları isə xüsusilə mənə motivasiya verir. Bir də hal-hazırda ekranda gördüyünüz Azizə Macidova, onun videolarını çox bəyənirəm. Çox motivasiya alıram hər ikisindən də. Onları izləməyi çox sevirəm. Elə iş görə-görə izləyirəm. Bilmirəm ki, iş görəndə vaxt hardan keçdi. Belə olanda sanki insan yorulduğunu da anlamır.
Onu da deyim ki, tortumu kremləməyə başladıqca gördüm ki, sanki zavarlı krem get-gedə çürüməyə başladı. Amma bunun da bir yolu var imiş. Mən bu hissəni kəsib heç videoya daxil etməyə də bilərdim. Amma düşündüm ki, bu hər kəsin başına gələ bilər və paylaşım ki, birdən sizin də başınıza gəlsə, bunu necə düzəltmək olar, o üsulu sizinlə bölüşüm. Baxın, bir neçə üsul yoxladım, amma içərisində bir dənə bunun təsirini gördüm. Hansı ki, belə bir qabda su hamamı edirik və kremimizi əridirik. Saniyələr içində krem açıldı. Açılandan sonra içərisinə biraz yağ atdım, mikserlə çaldım və kremim tam özünə gəldi. Tortumu hazırladım. Sonra isə keçirik yeməyimizə. Yeməyimiz burdan da təxmin eləyərsiniz ki, aşdı. Bu tavamı isə o qədər çox sevirəm ki, elə bilirəm ki, bu tavada nə bişirsə, hamısı çox dadlı olur. Bu qaynanamın tavasıdır. Nə qədər başqa tavalarım olsa da bunun yerini heç nə vermir. Meyumuzda aş var. Aşın qarası artıq hazırdır. Bir də toyuq hazırladım. Toyuğu bu dəfə fərqli reseptlə hazırladım. Amma inanın ki, dadı o qədər gözəl idi ki, kaş ki 2 dənəsini hazırlayardım və toyuğun alt hissəsində də belə badımcan, kartuşka. Burada kartuşkanı atmaq yadımdan çıxmışdı. Sonradan əlavə elədim və videoda o görünmür səhv etmirəmsə. Belə biraz tərəvəzləri qarışdırdım, ədviyyatladım və üzərinə isə toyuğu bol-bol marinə elədim. Əslində 1 saat falan marinə eləyib gözlətsək toyuğu daha yaxşı olardı, amma məndə vaxt olmadı. Yenə də dadı o qədər möhtəşəm idi ki. Toyuğu sobada hazırlayanda hər saat dadı gözəl olmur, amma bu toyuğun dadı həqiqətən çox gözəl idi. Alt-üst çevirdim, bişirdim bu formada. Toyuğun suyu da süzdü digərlərinin üzərinə və yeməklərimiz çox dadlı oldu. Qonaqlarımız da mən də həqiqətən çox bəyəndik. Burada isə son olaraq uşaqların tökdüyünü yığışdırıram. Sonra isə yeməyimizə başlayırıq. Videonu bu vaxta kimi izlədiyinizə görə çox təşəkkür edirəm. Abunə olmamısınızsa xahiş edirəm ki, abunə olasınız. Sizləri həqiqətən çox sevirəm. YouTube mənim üçün çox başqadır. Çünki burada uzun versiya ilə özümü tam ifadə edə bilirəm. Sizinlə söhbət edirəm. Sevdiklərimlə uzun-uzun danışmağı çox sevirəm. Ona görə də bu YouTube kanalımda sanki elə düşünün ki, yaxın bir podruqanızla və yaxud da yaxın bir çox istədiyiniz adam görüntülü danışıb işlərinizi görürsünüz. Plovumuzu da göstərirəm. Süfrəni çəkə bilmədim. Allah hər kəsin süfrəsini dolu etsin, ruzisini bol etsin. Sağ olun. Hələlik.